Biz hal-hazırda Otman Bozdağ Palçı vulkanının zirvəsindəyik. Otman Bozdağ Palçı vulkanı keçən illərdə püskürmüşdür və əsasən bu püskürmə iki ağızdan olur. Biri bu gördüyünüz buradakı ağız. Biraz da qabağda biraz yenə çökmə var. Eyni formalı ağız orada var. Bütün vulkanik materialın çıxdığı yerə boğaza ağız deyilir. Bundan qabaq da Otman Bozdağ püskürmüşdü və onda daha əzəmətli idi. Yəni daha nəhəng püskürmə olmuşdu. Bax, kamerada yəqin ki görünəcək. Uzaqda qarantor xətt var. Oradan təxminən aramızda qədər 500 metr məsafə var. Dairə şəklində bu yox. Bax, o kənarlara kimi. Təxminən 500 metr radiusda bütün bu vulkanın krateri deyirlər də buna. Krater qalxmışdı. Üzü aşağı doğru, şərqə doğru axmışdı. Dənizə doğru axmışdı. Və onda püskürən material qatı idi. Bax, görürsünüz bunları. Bunlara sütunlar deyilir. Magmatik vulkan olsaydı, yəni gördüyümüz yanardağ, o püskürəli İslandiyada püskürən vulkanlardan olsaydı, bunlar baza sütunu əmələ gətirəcəkdi. Amma palçı vulkan olduğuna görə və od olmadığına görə və təzyiq nisbətən aşağı olduğuna görə bunlar müəyyən müddət sonra əriyib gedəcək və görünməz olacaq, torpağı qarışıb gedəcək. Eyni şəkildə bax oradakı sütun əmələ gətirməkdir. Bu yüksək təzyiq nəticəsində qatı palçığın sıxılmasına əmələ gəlir. Amma bu sonuncu püskürmə görürsünüz ki, lokal xarakter daşıyır, yəni yerli xarakter daşıyır və böyük ərazini əhatə eləməyib və çöküb. Materialdan təxmin edə bilərik ki, gördüyünüz kimi material duru olub. O deməkdir ki, artıq vulkan yaxın gələcək üçün belə deyərdim, gücünü itirib. Yəni duru palçıqda qaz püskürdüyünə görə vulkan əvvəl kimi güclü püskürməyib. Bu o deməkdir ki, vulkanik ocaqda, yəni vulkanın ürəyində belə deyərdim, yəni olur desək, artıq təzyiq aşağı düşüb və yaxın gələcək deyəndə bu artıq 5-10 il yox, 50 ilin söhbəti təxminən. 50 illərlə ölçülən, dərinliyi ilə ölçülən bir göstəricidir. Vulkan püskürməyəcək. Elə təxmin edir. Amma bu təbiətlə bilmək olmaz. Belə gördüm, sabah püskürdü. İndi də püskürə bilər. Sizə isə göstərmək istədiyim bax budur. Buna görürsünüz, siz palçıq görürsünüz, amma elmi dildə buna breksiya deyilir. Yanardağların, yəni magmatik vulkanların püskürdüyü materiala lava deyilir. Palçıq vulkanının püskürdüyü materiala breksiya deyilir. Breksiya bax gördüyünüz kimi müxtəlif palçığı qarşılığı olan müxtəlif mineral və daşlardan ibarətdir. Lava isə bildiyimiz yanmış torpaqdan ibarətdir. Yəni əslən qalsa lavanın püskürdüyü lava yanmış torpaqdır. Yüksək təzyiq və temperaturdan əmələ gəlmiş torpaqdır. Bu sütunları izah elədim. Bu çökmə nəticəsində göl əmələ gəlib və bu da yağış sular yığır. Bu vulkanın səbəbkarı deyil. Bu suya vulkan səbəbkar deyil. Dolayısıyla birbaşa səbəbkardır. Bu yağış sulardır. Yəni torpaq arid zonasında torpaq yumşaq olduğuna görə üst qat tez hopur suyu, üst qata su tez hopur. Ona görə alt qatı qoymuş geçsin, ona görə belə gölməçələr və sellər əmələ gəlir. Otman Bozdağ ən sevdiyim vulkanlardan biridir. Və mən buna Azərbaycanı gəzməyimə buradan başlamışam. Uzaq 2012-ci ildə və bu vulkana da təxminən bəlkə 10 dəfə gəlmişəm. Hər yenə gələcəm.